Əziz izləyicilər, hər birinizi yenidən kanaldan salamlayıram. Bugünkü məşqimiz ayaq məşq olacaq. Yenə gözləmişəm axşam biraz adam azalsın. Artıq saat 10-dur, ona görə çox danışmayacağam. Məşqdən qabaq istifadə etdiyim əlavələri sizlə bölüşmək istəyirəm. Zaten hər məşq öncəsi bölüşürəm və proses boyu artıq izah edəcəm. Və bugünkü ayaq məşqinin önü olacaq kvadrisepslər. Başlayaq, çox uzatmayım. Çünki zalı yenidən mən balqiyası olacağım. Bare knuckle. Xuliqan da istifadə edirdim. Sadəcə indi biraz gec olduğu üçün xuliqan istifadə etsəm yaxşı yata bilməyəcəm. Ona görə steam free, yəni kofeinsiz bir workout. Tam pump üçün, fokus üçün hər bir əlavə var. Bir qaşıq bu. Məşq zamanı isə istifadə etdiyim hər zaman amin turşuları, BC 20-yə yaxın amin turşuları var. Ничего, Талик, ничего, нормально все. Məşq zamanı istifadə etdiyim isə BC, Enigma, yenə Apollon brendindən 20-yə yaxın amin turşuları var və elektrolitlər. 5 qram kreatin və Himalay duzu. Himalay duzu artıq hazırlamışam. Bunları qarışdırıb istəyirəm. Himalay duzu isə soruşursunuz, hər dəfə nə üçün müəllim istifadə edirsiniz? Sadəcə daha yaxşı pamp almaq üçün əla bir seçim. Siz də yoxlayın qırmızı duz və fikirlərinizi rəylərdə bildirərsiniz yoxlayandan sonra. Skupun ölçüsünə baxsanız elə özünüz başa düşərsiniz nə qədər güclü bir pre-workoutdur. Belə protein qaşığı kimi bir şeydir. 30 qramdır. Elə protein qaşığı kimi yox, elə protein qaşığıdır. Bir scoop bare knuckle. Çox əla bir daddır. Həqiqətən tək reklam xatirinə yox. Artıq bir ildən çoxdur ki, bu brendi istifadə edirəm. Tək mən yox, tələbələrim də zalda müştərilər istifadə edir. Siz də yoxlaya bilərsiniz. Rəylərə yaza bilərsiniz və ya Instagramda səhifəni sizinlə paylaşa bilərəm. Məsləhət gördüyüm bir brenddir. Çünki tərkibi çox boldur. Adətən əvvəllər bu brendlə çalışmayanda əlavə olaraq arginin, citrulin, Himalay duzu hamısını alırdım. Citrulin, arginin hamısı var. Yəni bir əlavə tam bəs edir. 4-5 dənəyə qarışdırmaya ehtiyac yoxdur. Ona görə hər dəfə deyirəm, yəni bu professionallar üçün və də hətta professionallar və qeyri-professionallar da istifadə edə bilər. Çünki bir skupunda hər bir şey var. Və BC, kreatin və Himalay duzunu elə bu şəkildə hazırlayacağım. Və məşq boyu isə bir skup Enigma və kreatin. Himalay duzu isə bunun içindədir. Əlavə edək. Sonra isə isinməyə keçəcəm. Kreatin isə istər quruma dövrü ya çəkilmə dövrü. Hər məşq zamanı isə 5 ya da 10 qram istifadə edərəm. Yəni bunun hazırlıq dönəminə heç bir aidiyyəti yoxdur. Gündəlik 5-10 qram mütləqdir. Və bir qaşıq BC. Elə qaşığından da bəllidir. Nə qədər amin turşuları var burada. Əlavələrimiz hazır və məşqdən qabaq hər zaman olduğu kimi əsas ayaq məşqdən qabaq 10 dəqiqə mütləq velosiped sürəcəm. Tam dizləri isindirim. Sonra isə yenidən 5-10 dəqiqə isinmə və məşqə başlayacağıq. Böyük əzələ qrupları məşqinə başlamamışdan öncə, yəni ayaq və də kürək mütləq isinin, 5-10 dəqiqə zaman ayırın, gələcəkdə zədələnməyəsiniz. Çünki bəzən bir çoxlarınıza fikir verirəm, zala daxil olan kimi həmən gedirsiniz, çəkinin altına nə isinirsiz edirsiniz. Bir il keçəndən sonra isə deyirsiniz, filan hərəkət edə bilmirəm, squat edə bilmirəm, kürəyə filan hərəkət edə bilmirəm, belim ağrıyır, zədələnir. Təbii ki, bu da bunun fəsadlarıdır. İllər öncə, aylar öncə yaxşı isinmirsiniz, qızışdırmırsınız. Vaxt keçdikcə isə bəzi hərəkətlər artıq edə bilmirsiniz. Ona görə mütləq isinin. Uzun müddətli idman edə biləsiniz.
İsinməmi də gördünüz, heç sıra tələsmədən 10-15 dəqiqə zaman ayırdım. İndi isə ayaqlar tam isinib və birinci hərəkətə keçə bilərəm. Birinci hərəkətim isə squat olacaq. Toplam yəqin ki 5-6 set edərəm, 200 dənəsi isinmə, indi baxacağım vəziyyətə. Gördüm ki tam ayaqlarım yaxşı isinib, maksimum artıracağım və işlə setlərə keçəcəm. Keçək başlayaq. Orada bir neçə nüanslar var, onları da izah edəcəm. Squatdan başlayacağım. Platformada artıq hazırlamışam özümə uyğun. Elə birinci səhvdə bunu demək istəyirəm ki, bir çoxlarınız qrifi götürəndə məsələ trapezlərin üstünə yox, boynunuzun üstünə qoyursunuz. O da istər-istəməz çəkini artırdıqca sizi aşağı basır və belə deyim, güc düzgün yerə yönlənməyib. Baxın, bir çoxlarınız bu hissəyə qoyub götürürsünüz qrifi. Çalışın daha çox trapezə qoyun. Əllərinizlə maksimum yaxın qoysanız, trapezləriniz daha yaxşı sıxılacaq. Və belə deyim, ağırsız götürəcəksiniz bu qrifi. Aralı tutsanız, trapezləriniz açıq vəziyyətdə və biraz sizin, belə deyim, onurlarınızı sıxa bilər. Ona görə biraz qollarını yaxın, trapezlər avtomatik sıxılır. Və birinci isinmə olacaq, haradasa 15-20-dən edəcəm. Tam yaxşı dizləri isidim. Bunu biraz da qaldıracağım çünki tam mənə uyğun olmadı. Bir piltə hər seti artıracağım, görüm hara qədər çata bilərəm. Adətən çalışıram 4-5 piltədən aşağı olmasın, yəni 180-160-162. 20-lərlə başlayaq, isinmə setlərim. Əgər siz squatı tam yaxşı da bilmirsinizsə, Smith maşını da bilərsiniz ya da hack squatda tam yaxşı öyrənmək üçün. Demək olar son 1 il yarımda artıq azad çəki ilə çalışıram squatı. Çünki stabilizasiyalarım çox yaxşıdır. Yeni başlayanlar ya da orta səviyyəli belə deyək, idmançılar bunu etsə, çox güman biraz orta çəki göstərirlər, stabilizasiyalar zəif olacaq, yəni çanaq sümüyü sola sağa oynayacaq və tam amplituda ilə aşağı otura bilməyəcək. Ona görə əgər sizdə klassik squatda alınmırsa, ya hack squat eləyin, ya da Smith başında oturub durun. Gördüyünüz ki, nə vaxt sizin çanaq sümüyünüz ətraf bərkiyib, sonra artıq klassik squatda keçə bilərsiniz. Və bir çoxlarınızda da belə bir stereotip yaranıb. Mütləq ayaq məşqində squat etməliyəm. Belə deyim, özümdən götürsəm, bəli, mən edirəm hər dəfə squat ya da hack squat, çünki professionalam. Yeni başlayanlar üçün tam belə böyük bir məqsədlər olmayan insanlar əlbəttə ki, başqa hərəkətlərdə leg press, leg extension önəmli deyil ya, squat olsun, ya da bir başqası, əsas odur. Düzgün əzələni yükləyəsiniz, çəki seçəsiniz və stres verəsiniz. Belə siz inkişaf edə bilərsiniz. Yəni, squat etməyiniz məcbur deyil, əgər siz bunu elə bilmirsinizsə. Təbii ki, edə bilsəniz, mütləq məşq proqramınızı əlavə eləyin. Bir isinmə setini bitirdim, bir set əlavə edəcəm isinmək üçün. Fasiyyanın isə 1 dəqiqə, yarım 2 dəqiqə maksimum o da ağır çəkilə keçəndə, hələ ki, yüngül çəkilərdir. Ona görə maksimum 1 dəqiqə ya da 1 dəqiqə yarım, yalan deməyim. Say aralığı isə 15-20 arası isinmə setlərdə. Yəni, elə say seçməlisiniz ki, siz dedəndə tam isinmə setlərində ayaqlarınız dolmasın. Yəni, əsas işlər setlərə güc saxlayın. Birinci setlərdə siz maksimum etsəniz, ayaqlarınızı doldursanız qandan ağır çəkiləri maksimum edə bilməyəcəksiniz. Ona görə biraz çəki seçimində ehtiyatlı olun. Yəni, tələsmək lazım deyil. 3 set eləmək lazım deyil. Yəni, setlərinizi bölün, isinmə setlərinə, işlər setlərinə və belə daha deyim, təhlükəsiz olar, həm də əzələyə daha yaxşı stres vermiş olarsınız. Gördüyünüz kimi hərəkətə də yerinə yetirəndə çalışıram maksimum dərin oturum. Qeyd eləmək istəyirəm ki, siz nə qədər dərin otursanız, bir o qədər daha çox kvadriceps hissəsi hərəkətə qoşulacaq. Yəni, hərəkətin amplitudası çox olduqca işlədiyiniz əzələ də daha çox stresli qalır. Bir təkər də əlavə edəcəm. Düşünürəm bir set isinmə olsun, çünki tam yaxşı hiss etmirəm hələ ki ayaqlarımı. Biraz belə deyim, dizlər sızıldayır. Bir set isinmə, sonra yəqin ki əlavə edəcəm. Bir təkərdə və işlər setlərə keçsəm. Bu çəkini də saxlayacağım, çalışım sayını 12-dən aşağı düşməyim. Yenə də baxacağım vəziyyətə 10 ya 12. Bu qədər. Birini də əlavə elədik. Bir set isinmə. Və artıq başlayayım. Fasilə tamam oldu. Növbəti isinmə setim.
Biraz antifriz qızdırılmaq üçün və artıq başlamaq olar. Əla 12 oldu say, tam ayaqlarda olmayıb. Düşünürəm artıq isinmək üçün bəs edər. 2 dəqiqə fasilə verəcəm. Danışa da bilmirəm, təngi nəfəs olmuşam. Və bir təkər də əlavə edəcəm və artıq işləklərə başlayaq. Və artıq işləklərə keçək. Çəkilər düzdür. Ağır seçkiler keçəndə isə mütləq bitlərdən istifadə edirəm. Siz də istifadə edin. İndi bağlamaq qaydasını göstərəcəm. Bizdə kompresiya bərk olsun və belə deyim, aşağı oturanda biraz prujin effekti yaranır ki, sizi yuxarı qaldırmaya kömək edir. Çox gərgin sıxmaq da lazım deyil, nə də çox yüngül. Elə sıxmalısınız ki, diziniz tam dolmasın və belə deyim, addım ata biləsiniz. Mənim elə birinci işləş setim olacaq. Toplam 4-cü setdir. Çalışacağım ondan aşağı düşməyim. İndi baxacağım yenə. Çox keçsə çox eləyəcəm təbii ki. Amma limiti çalışacağım 10 saxlayım. Allah, bitlər hazır. Artıq başlamaq olar. Getdik, çox dincəldik. Ama görürsünüz, zamoku bağlamamışam. Başım söhbətə qarışdı burada. Okeydi. Əla, 10 oldu. Pis deyildi, düşünən bir 10 kilo da artır eləmək olar. 6 ya 8 dəfəyə. 2 dəqiqə dincəlim və başlayacağım. Çox tanışa bilmirəm təngi nəfəslikdən. Sonuncu set dincəldim. Bayaq bu çəkini səhvləminiz 10 dəfə elədim. Yadımdan çıxdı, deyəsən 12 idi. İndi biraz da var verəcəm, çalışacağım bir 6-8 edim. Sonuncu setdir. Burada tam tükəniş eləmirəm. Çünki biraz həm zalda təkəm, köməkdən yoxdur. Həm də squat da biraz təhlükəlidir, tükəniş set eləmək. Split olsa ya da hak squat eləmək olardı. Çünki orada elə bilməsən, belində qalmayacaq, aparat onu saxlayır. Çəkim hazır, artıq dizləri bağlayacağım və başlayaq görüm nə qədər gedəcək. Dediyim kimi, beynimdə 8 saxlamışam. 6 ya 8. Nə qədər çox eləyə bilsəm, o qədər daha yaxşıdır. Gördüm artıq texnika pozulur. Stop edəcəm. Artıq biraz daha sıx bağlayacağım çünki çəki çoxdur. Kompresiya daha sərt olsun dizdə. Dizlər hazır. Mən artıq dincəlmişəm, mən də hazır. Başlayaq, görək nə qədər alınacaq.
Super. 6 dəfə oldu. Biraz risk eləmədim ikisini diləməyə, çünki texnika pozulurdu. Məsələr düşünürəm yaxşı idi, pis deyildi. Bu qədər dincəlim. Növbəti hərəkətim isə hack squat olacaq. Orada toplam 3 set eləyəcəm. Orada deyəndə burada toplam 5 set elədim. Orada toplam 3 olacaq. Bir isinmə adaptiv, 2 isə setlərim işlə olacaq. Bazarını da düzgün işləyəcəm. İkinci hərəkətim isə hack squat olacaq. Burada da bayaq dediyim kimi toplam 3 set eləyəcəm. Son ayaq məşqində görmüşdünüz yəqin. Bundan əvvəlki olan bəndləri, rezinkaları cırmışdılar, düzgün istifadə etməmişdilər. Və həmən oğlan, adını çəkmək istəmirəm, onu gördü YouTube kanalında və sağ olsun yeni bir rezinlər götürdü bizə. Bunu da səhv eləmirəmsə, qeyd eləmişdim ayaq məşqində, bunun istifadə səbəbi aşağı oturanda aşağıda quyu effekti yaranmasın. Yəni yük dizimizə düşməsin, daima kvadricepslərdə qalsın. Onun səbəbindən bu bəndlərdən istifadə edirəm. Siz də istifadə edə bilərsiniz, fərqinə görə bilərsiniz və mütləq rəylərdə bölüşərsiniz. Nə cür bir dəyişiklik gördünüz. Bəndləri bağlayın və başlayın birinci setimə. Bu da adaptiv isinmə seti olacaq. Çalışacağım bir 15 eləyim. Sonra artıq həmən işlə setləri. Çünki ayağım artıq isinib. O qədər squat eləyəndən sonra. Bunları keçirdək, bağlayaq. Rezini də bağlaya bilmədim. Sonra bunu biraz bərk sıxmaq lazımdır. Gərginliyi aşağıda saxlaya bilsin. Ayaqları isə platformaya çiyin aralığında qoyuram. Yəni həm ortadan və düz. Yəni ayağım düzün kənar asmalı deyiləm. Yəni asmalı deyiləm deyəndə mən hazırda belə işləyirəm. Əlbəttə ki, hər məşq dəyişirəm. Düz qoyuram, sırf lateral hissələr işləsin. Başlayaq birinci setə. Çox dincəldim. Burada da çalışın, maksimum aşağı oturun. Yoxsa elədiyinizin heç bir mənası olmayacaq. Tam oturun ki, ayağın ön hissəsi tam qoşulsun hərəkətə. Biraz fasilə. 2-20'lik var. İkisini də ala biləcəm. Yəqin ki, ikinci ilə üçüncü setdə o çəkinə işləyərəm. Ehtiyac olmasın qaldırmağa. Fasiləni də hazırlayacağım. Fasilə 1 dəqiqə yarım və başlayacağım. İkinci setim. Çalışacağım sayı 12'dən aşağı salmayım. Görək yenə də hər şey ola bilər. Əsas o da aşağı olmasın. Hoppaçki. Allah, elə 12 doldu. Düşünürəm, yox, saxlayacağım çəkini. Biraz az incələrəm və sayını yenə 12 eləyərəm. Toplam 3 setim olsun. Başlayayım axırıncı setə. Baxacağım, 12 eləyə bilsəm sayını super olar. Çünki artıq dolub qollar neydi, ayaqlar. Görün, nə qədər yorulmuşum. Ayaqlar da qollardan səhv salıram. Amma belə baxanda, qolum ayağım boyda var hələ. Kameradan sirkələ yox, görürsünüz. Hələ də məşq eləmək lazım demək. Neysə, çox qaldıqsa, çox danışıram. Başlayaq artıq. Hoppa!
dənə. Eyvallah, məncə çox danışmağa ehtiyac yoxdur. Səhvdən hər şey bəlli idi. Üçüncü hərəkətə başlayayım. Üçüncü hərəkətim isə leg press olacaq. Burada da ayaqları platformanın hissəsinə qoyacağım ki, daha çox ayağın ön hissəsi qoşulsun. Zaten burada yuxarı qoysanız da ayağın ön hissəsi qoşulur. Sadəcə ayağınızı platformanın aşağısına nə qədər qoysanız, diz bucağı, yəni belə deyim, dərəcəsi daha çox bükülmüş olur və amplituda da böyüyür. Yuxarı hissəyə qoysanız, bunu qaldırmaq daha az vaxt aparır, nəinki aşağıdan qoyub və uzun müddətli siz dizinizi açana qədər. Yəqin ki, fikrimi çatdıra bildim, nə demək istəyirəm. Qısaca desəm, ayağınızı aşağıdan qoysanız, kvadrisepsdə daha çox güc düşür, çünki diz bucağı daha çox qatlanır və bunun amplitudası da böyüyür, nəinki yuxarı qoymaqdan fərqli olaraq. Başlayacağım. Toplam yəqin ki 4 set eləyəcəm. Adaptiv set eləməyəcəm, həmin işlər setlər. Sayılar da 15-20 arası. Onlar aşağı düşməyəcəm, ona görə çəkilə qoyacağım ki 15-dən aşağı düşməsin, amma 15-ə satanda artıq tükəniş setlərə yaxın olsun. Başlayacağım. İndi diqqətlə baxarsınız bayaq nə demək istədiyimi. Yəni ayağı bacarığınız üzrə platformanın aşağı hissəsinə qoyun ki, quadrisepslər daha çox yüklənsin. Və çiyin aralığında qoysanız bəs edər, sizin həmən lateral hissəniz yüklənəcək. Aralı qoymaq, təbii ki, aralı da qoyuram, sadəcə bugün quadrisepsləri yüklədiyim üçün bu hissədə qoymuşam ki, lateral əzəllər qoşulsun. Yaxşı, artıracam təbii ki çəkini. Digərlərindən fərqli olaraq, digər insanlardan fərqli olaraq mən burada mağır eləmirəm. Yəni 500-600 kilo qoyub necə gəldi, eqaliftiklə məşğul olmuram. Maksimum elədiyim 300-350 olar. Sadəcə o çəkini eləyirəm ki, həmən əzələyə stres verə bilim. Yəni maksimum işləyim, zalda qışqırım, video çəkim deyim ki, mən 500 kilo qaldırdım, onun heç bir mənası yoxdur. Ondan sonra siz biraz orta çəki qoyun, yavaş templə edin. Əmin olun ki, o elədiyiniz 500-400 kilodan daha çox hiss eləyərsiniz, daha çox inkişaf edərsiniz. Hop! Allah! Düşünürəm, biraz da artıra bilərəm. Yəqin ki, elə hər tərəfə 20 kilo qoyaram. 3-cü setə başlayacağım. Fasiləni bayaq biraz çox verdim. İndi çalışdım 1 dəqiqədən artıq verməyim. Bu çəki bəs eləsin deyə. 3-cü setim. Artırmışam, yenə də sayını 15-dən aşağı salmıram. Ay Allah, biraz da artıracağım. Məncə 10 gedər 4-cü set üçün və artıq tükəniş edəcəm, say yoxdur. Bəlkə 15-dən çox oldu. Bəlkə yox, çalışacağım 15-dən çox olsun. Və sonuncu setim maksimum saylayacağım, görüm nə qədər gedir. Çalışacağım 15-20 arası olsun. Ondan aşağı düşməyək. Allah. Və leg pressini bitirdim. Cəmi bir hərəkət qaldı quadrisepsin, da leg extension işləyəcəm. Onu tək-tək daha yaxşı fokuslanmaq üçün, daha yaxşı belə deyim, konsentrasiya olmaq üçün hərəkətə. Fasiləni verim. Və əlbəttə ki, zalın ən çətin hərəkəti işlədiyin daşları yerinə qoymaq. Amma biz zalın qayda qanunlarına rəayət edirik.
və daşları yerinə qoyuruq. Və quadricepsin sonuncu 4-cü hərəkətim. Bir çox vaxtlarda elə leg extension edirəm. Bəzi hallarda Balqar lunges. Burada da tək-tək eləyəcəm daha yaxşı yuxarıda fiks eləmək üçün, yəni yaxşı sıxıb və maksimum amplitudadan buraxmaq üçün. Ona görə elə bir ağır çəki də lazım deyil. Maksimum 20 ya da 40-30 taxacam və dediyim kimi əsas məqsəd yuxarıda diz qapağını tam açıb quadricepsləri fiks eləməkdir. Yəni yarım saniyə pauza verib və yaxşı sıxmaq. Skameykamızı, yəni belliyi özümüzə uyğun tənzimləyirik və tam amplitudadan aşağı buraxıb yuxarıda 1 saniyə fiksasiya edirəm. Düşdən bir ədəd onu artırıb sayda 12 saxlayacağım. Toplam 4 set bir adaptiv elədim. Yaxşı hiss eləmək üçün, adaptasiya olmaq üçün. Növbəti 3 setimiz artıq işlə setlər olacaq. 10-12 say. Çalışsam 12-dən aşağı düşməyim. 1 dəqiqə fasilə, çünki elə bir ayda çalışan digər aya istirahət edir deyə çox dincəlmək burada ehtiyac yoxdur. Elə 12-də brendi tükəniş set oldu, amma yenə də bir set eləyəcəm. Dostlar, gördüyünüz kimi elə də çox yükləmirəm. Yəni, əmin olun, bu 12 illik təcrübəmdə hər bir variasiyalar yoxlamışam. İstər bu hərəkət ya da başqa hərəkət, istər yüngül çəkilər, ağır çəkilər və sadəcə məsləhətim ola bilər ki, zamanınızı itirməyin, çalışın elə bir çəki seçsin ki, orta olsun və düzgün stres verə biləsiniz ləvzə. Ağır qoydum, necə gəldi eləyim, heç bir nəticə görəsi deyilsiniz. Əmin olun buna. Yəni bu etapdan mən keçmişəm, təcrübələnmişəm, məsləhət verə bilərəm sizə ki, orta çəki və düzgün texnika bu sizi tam yaxşı inkişafa gətirib çıxardacaqdır. Eqolifting eləməyin, yəni ağır qoydum, necə gəldi elədim, inkişaf sıfır olasın, əmin olun buna. Mən də yeni başlayanda o variantlarda çalışmışam və belə bir nəticəyə gəldim ki, bu yükləməyə ehtiyac yoxdur. Və axırıncı setim burada sayılmayacaq. Nə eləyə bildim elədim, görək nə qədər gedəcək. Əlbəttə texnikanı pozulmaq şərti ilə, çünki vacib olan odur. Yoxsa bura 100 kilo qoyub necə gəldi 15 dəfə demək olar. Amma bu çəkini yavaş eləsəm 12-15-də onsuz dirənəcək. Başlayım. Üç jim tipli hərəkət elədim və bir hərəkət də izolyasiya, klassik squat, hack squat, leg press və leg extension. Və bir hərəkətim qaldı calf. Calfı da həftə 2 dəfə ya da 3 dəfə çalışaram. Əsas ayağın önündən sonra və ayağın arxasından sonra çalışıram. Bəzən vaxtlarda isə istirahət günlərində 4-5 set edərəm. Biraz dincəlim və həmən calf vəzifəsinə keçəcəm. Son videoda hack squat etmişdim. Bu dəfə Smith maşında edəcəm. Orada da baxarsınız, bir neçə variantlar deyəcəm sizə. Yaxşı calfı inkişaf elətdirmək üçün. Və artıq məşqin sonuna gəldim, çatdım. Sonuncu hərəkətdə dediyim kimi calf olacaq, amma bu dəfə Smith'də eləyəcəm. Bazı bir step istifadə edirəm. Orta çəki, orta dənlə indi mənim üçün orta çəki maksimum yükləmirəm. Əsas indi baxarsınız texnikaya. Tam aşağı dartıb yuxarıda 1 saniyə fiks eləməkdir. Çalışın, nə qədər çox yuxarıda saxlasanız, bir o qədər calf əzələsi daha çox qanla dolar, daha çox gərgin olar. Başlayayım, sayılar da 15-20 arası olacaqdır bu məşq.
Sırası isə mütləq dərəcədə qalxı dartın. Nə qədər daha yaxşı streç etsəniz, bir o qədər daha yaxşı qanla dolmayan hissələr qanla dolar və tam həmən əziləni pamplanmış olacaqsınız. Fasilə də minimum 40 saniyə, 1 dəqiqə tam intensiv. Biraz incələcəm, həmən başlayacağım. Toplam 4 set eləyəcəm, sayılar çalışsam hamısı 15 olsun, düz eləmək şərti ilə. Sonuncu seti isə hər zaman drop set eləyirəm. Birinci nugget eləyəcəm, tükəniş, sonra isə çəkiləri bir azaldıb və yenidən maksimuma doğru gedəcəm. Başlayayım. Axıncı 4-cü setimiz. Və biraz azaldım. Onu da çalışsam 15'ten aşağı düşmeyeyim. Tam direndi. Məşqin sonunda isə 15 dəqiqə dartınmaya zaman ayırıram. İşlədiyim özüm üçün maksimum pampla da olur və onu belə deyim boşaltmaq lazımdır. Sabahsı gün çox həm də ağır olmayacaq. Sizə göstərmək istəyirəm. Baxarsınız, mütləq ayaq məşqindən sonra edin. Həm ağrılarınız daha az olar, həm də daha tez bərpa olarsınız streç etməklə. Həm ayağın önü, gluteus və ayağın arxa hissəsi dartılmalıdır məşqdən sonra. Həm növbəti məşqə daha tez bərpa olarsınız. Qısaca desəm, zədə şansımız azalacaq. Çünki əzələniz nə qədər elastik olsa, bir o qədər daha amplituda ilə çalışa bilərsiniz və zədə riskini aşağı salmış olursunuz. Dartılmaları heç vaxt yola verməyin. Çünki bu sizin inkişafınızı daha da sürətləndirir, bərpanızı sürətləndirir və ən əsası da zədə şansınızı azaldır. Mütləq dostlar, streçlikdir, isinmədir, bunları unutmayın. Məşqdən qabaq, məşqdən sonra bir çoxlarınız bu professionalları izləyirsiniz. Onlar kimi çalışırsınız, məşq edəsiniz, amma bu işlərə satanda əsas işlərdə budur. Heç biriniz eləmək istəmirsiniz. Nə dartınmaya zaman ayırırsınız, nə isinməyə. Amma məşqə qalsa ən ağır siz çalışan olursunuz. Vacib olan isə bu xırda detallardır. Sizin inkişafınızı və uzun müddətli sağlam idman etməyinizə kömək edən bir şeylər. Və nəhayət ki, ayaq məşqin sonuna gəldim, çatdım. Bugün ayağın ön hissəsi idi, quadrisepslər. Video boyu bacardığım qədər informativ olmasını istədim. Həm texnikanı, həm də öz təcrübəm haqqında bölüşürəm, paylaşıram. Siz də dəstəyiniz üçün çox sağ olun. Son videolarının rəylərinə baxıram, çox müsbət rəylər yazırsınız. Bu mənim üçün çox böyük motivasiyadır. Həqiqətən hər birini oxuyuram, çalışan cavablandırım. Və ən yaxşı dəstəyiniz bu kanala abunə olmağınız, rəyləri bildirmək və videonu bəyənməyinizdir. Dediyim kimi, hansısa bir sualınız olsa, mütləq rəy bölməsində yazın, bölüşün. Növbəti videolarda həmən sualları cavablandıracağım. İzlədiyiniz üçün çox sağ olun.